Heç bir kişinin saralmış dişləri ilə, heç bir kişinin tökülmüş saçları ilə, heç bir kişinin çıxmış qarnı ilə heç kim məzələnmir. Yəni siz kimsiz ki, bir qadını iki kateqoriyaya bölüb, süni və təbii, onu dondurma ilə müqayisə edirsiniz. Elə bilirsiniz bu söhbət burada elə belə qalacaq? Ya o videonu silib, çıxıb Azərbaycan qadınlardan üzr istəyirsiniz. Ya mən elə video paylaşacağam ki, ondan sonra məni yığıb, məndən işlə xahiş eləməyin, məndən işlə tələb eləməyin. Məni birdən kimsə yığıb nəsə mənə deyər. Mən sizə o bu deyiləm. Qabaqçıdan birini işinizə. Gönlünüz aydın olsun Azərbaycan xalqı. Demək Taleh Yüzbəyov, indi ola bilsin kimlərsə tanımaz. Ona görə də Talehi də tanıdacağım. Baxın, o videoya da baxın və onun da izahını verəcəm sizə. Dodaqda dolğu var, dişlər vinildi. Buxağını götüzdürüb, burnunun ucunu çox qaldırıblar. Məncə kimsə rəngli linzaları qadağa qoymalıdır. Dırnaqları qaynaqdır, gözlər dartılıb, yanağı da çox olub. Görəsən öz saçı nə rəngdir? Siz də təbiiliyi daha çox sevirsiniz. Demək Taleh Yüzbəyov bu yaxınlarda bir dənə video paylaşıb, reklam bir fraqmentidir. Orada deyib ki, qadınlara fərq qoyub da ki, təbii gözəlliklə, indi orada marojlarla dondurmanın reklamı gedir. Təbii gözəl, yəni qadınlarla digərini müqayisə eləyib, yəni bəyənib ki, təbii gözəllik daha üstündür. Burada nə var ki, hər bir kişi istəyər ki, qadını gözəl olsun, yəni təbii gözəl olsun da. Səni nədir yandıran? Sən kimsən vəbşə? Sən durub burada Taleh Yüzbəyova nota yollayırsan. Sənin səhifənə girib mən dəfələrlə baxmışam, qarşıma çıxırsan. Nəsə mənə maraqlı deyirsən. Heç Allahın olsun, mənim səndən acığım gəlir. Heç xoşuma gəlmirsən də. Bir sima cəhətdən demirəm. Ay Allah hərəni bir cürə yaradıb. Amma sənin o platformanda o kişilərə qarşı çıxırsan. Sən indi burada deyirsən ki, Taleh, sən kimsən axı? Yaxşı, sən kimsən axı Azərbaycan kişilərini təhqir edirsən? Sən kimsən axı orada durmusan, boşanmaları təbliğ edirsən, ancaq qadınları üstün tutursan, kişiləri alçaldırsan? Sən kimsən axı? Sənə kimi ixtiyar verib sən bu Azərbaycan kişilərini alçaldırsan? Sən vəbşə nə deyib yaşayırsan? Sən nə kimi bu platformada, nə kimi bu sosial şəbəkədə aktivsən? Səni qınamıram. Taleh Yüzbəyov kimlərə ünvanlayıb, hansı ki o qadın vidindən çıxanlar var ha. Sən deyirsən ki, burada ayrı seçkili salır, iki kateqoriyaya bölür. Mən Azərbaycan qadını 3 kateqoriyaya bölürəm. Duxun çatır mənə denən. Birinci kateqoriya qeyrətli, namuslu, Allah necə yaradıb, o cürə ərinin, ailəsinin, balaların qarşısına çıxan, Azərbaycan xalqının qarşısına çıxan qeyrətli qadınlarımız. Bu birinci kateqoriya ən vacib kateqoriyadır. İkinci kateqoriya geyimini bilməyən, göbəyi açıq, mini yubkada, sinəsi başı açıq, amma pozğun deyil ha öz aləmində. Geyimi sadəcə pozğun vididir. Üçüncü kateqoriyada məhz pozğunlar otellərdə orada burada hoqqa verənlərdir. Bax mən sənin 3 kateqoriya, Azərbaycan qadını 3 kateqoriyaya bölürəm. Yəni kimin də nə söz varsa burada yazsın, payını verim. Artıq əski yazanda birbaşa evinə ünvanlayacağım. Yəni onu da deyim sizə. Burada nə da? Sən nədir? Taleh düz deyir da. Taleh nə olur ki? Taleh gül kimi aktyordur. Talehdə olan talant, talehdə olan qeyrət çox aktyorlarımızda yoxdur. Nədir? Taleh bəyəm nəyə səhv deyir ki? Nədir? Xoşuna gəlir. Ora burasını şişirdən, qarnını kəsirib dalına verənlər üzr istəyirəm hamıdan. Sonra dodağını bu boyda şişirdib, hansı məqsədlərlə şişirdən qadınlar nədir? Səhv deyir. Bunları deyir da ki, natural gözəllik başqa bir şeydir. İnsan ola bilər qadınlara Azərbaycan qadınına gözəllik yaraşır. Azərbaycan qadını hər bir şeyə layiqdir. Yəni gözəllik baxımından hər bir şey, gözəl həyat baxımından da hər bir şeyə layiqdir. Amma Taleh Yüzbəyov deyir ki, o kim ki Azərbaycan qadını vidindən çıxırsa, yəni Azərbaycan qadını vidini itirən qadınlara ünvanlayır. Əcəb eləyir, yaxşı eləyir. Ümumiyyətcə nə işlə məşğulsan, sənin təbliğatın nədir? Sənin səhifəndə hələ bu xalqa bir dənə faydalı bir şey yoxdur. Sən qınamıram. Çünki sənin takibində olanlar, o ora burasını şişirdənlər də hamısına şamil eləmirəm. Bir 70% ora burasını şişirdənlərdir. 100 cür məqsədlə yəni həyatını yaşayanlardır. Licbu bu insan gözəl görünsə. Azərbaycan qadının üzündə nur olur. Azərbaycan qadının üzündə qeyrət yağır. Azərbaycan qadının üzündə əsl qadınlıq siması var. Onu ora burasını düzəltmək. Qadın bəli, başa düşürəm, dodağına bir balaca nəsə çəkə bilər. Məsələn, dodaq nazik olar, bir balaca gözəllik verər. Bu normal haldır. Bu kosmetik müəyyən bir düzəldişlər verə bilər. Amma Azərbaycan qadını, yenə deyirəm, bu boyda dodağını yekəltməkdə məqsəd şəhvət hissidir. Başqa heç bir şey deyil. Azərbaycan qadını niyə şəhvət hissini oyatmalıdır bu kişilərdə? Müəyyən bir kosmetik əməliyyatlar, estetik əməliyyatlarla. Hə? Niyə oyatmalıdır ki? Niyə ora burasını düzəltməlidir? Hə? Niyə düzəltməlidir ki? Sənsən, bax səni kimilərdir ki, and olsun Allaha, bu milləti, bu qadınları yoldan çıxardan səni kimilərdir. Sən birbaşa cinayət daşıyırsan, məsuliyyət daşıyırsan. Dur buradan nota yollayırsan Talehə. Sən kimə nota yollayırsan? Taleh mənim heç kimin deyil. Nə Taleh məni tanıyır, nə mən onu tanıyıram. Bir aktyor kimi hörmətim var. Amma əcəb eləyib düz deyib. Bəli, özünə söz götürtməyən qadın o vidə düşməz.
Gedirsən 5 dənə qadının 3-ü bir-birinə oxşayır. Niyə oxşamalıdır? Niyə bu Allahın verdiyi gözəllik bəhara? Niyə Azərbaycan qadını simasını itirməlidir? Başınızı idarə eləyin, heç olmasa özünüzü idarə eləmirsinizsə. Durub burada taleyə nota yollayır, nə bilim bu kişilərə nota yollayır, nə bilim qarnını kişi, ağzı tökülmüş kişi. Fəhlələrimiz var, qeyrətlə namusla ağzında dişi də yoxdur, qarnı da var. Zəhmətinlə o qarnını çıxardır. Amma o qarına başını söykəyən pozğunlar var, pul şotuna, o qarına, o bəyənmədiyin yekə qarına pozğunlar var ki, başını söyküyür, fikirləşir ki, yarım saatdan sonra bir 200 dollar alacağam. Sən o qadınlardan danış. Durub bax, qarını bəyənmir. Elə bil ki, evində qarını yoxdur və nəslində kökündə qarınlı kişilər yoxdur və yaxud da ağzı dişi tökülmüş kişilər yoxdur. Kişiləri bəyənmir. Hələ görsən kişilər bəyənir. Ayıb olsun ha. Git işinlə məşğul ol. Allah qeyrətli qadınlarımızı qorusun. Talih, öpürəm səni, əcəb eləmsən, yaxşı eləmsən qardaş. Var ol, yaxşı eləmsən. Elə mən də sənə dəstəyəm, mən də sənin dediklərini təsdiqləyirəm. Azərbaycan qadını orijinal olmalıdır. İstər qeyrət cəhətdən, istər vizual baxımdan, istər hər bir cəhətdən. Azərbaycan qadını başımızın tacıdır. Var olsun qeyrətli, namuslu, necə var o cür, istər daxilən, istər zahirən, necə var o cür olan qadınlar. Var olun Azərbaycan xalqı. Allah dövlətimizi, xalqımızı qorusun.